Cənub bölgəsinə yağan qar həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirib. Xüsusilə körpülərdə və açıq ərazilərdə yolların buz bağlaması sürüşmə riskini artırıb ki, bu da qəza riskini artırmaqdadır. Qaçır. Mən gəlirdim buradan, belə streç gəldi, burada qarıda yerdi, buzdu, saxlamadı, getdi, dəydi ona da. İşdən gəlirdim öz yolumdan, elə ofis. 50, 237 gəldi, elə soldan vurdu, tulladı, yapışdı. Maşınların hərəkətində çətinlik var. Yollar getdikcə buz bağlayır. Hərəkətdə yavaşlama var. Səhər saatlarından etibarən qarın intensivləşməsi yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Yeni Ələt-Astara magistral yolunun əsas hissəsi axşam saatlarında qardan təmizlənsə də, rayonlara çıxış istiqamətlərində, eləcə də magistralın döngə və inişli sahələrində avtomobillərin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Bura Yeni Ələt-Astara magistralının Cəllabad rayonuna giriş hissəsidir. Yağan intensiv qar nəticəsində yol örtüyündə qalın qar qatı yaranıb ki, bu səbəbdən də bəzi avtomobillər yolda hərəkətsiz qalıb. Mən yardımda getmək istəyirəm, gedə bilmirəm. Yəni maşınlar gördüyünüz kimi hərəkət edə bilmir. Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edir. Bildirilir ki, qarlı hava səbəbindən yollarda sürüşmə riski xeyli artıb. Hərəkət zamanı öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmalı, sürət həddinə ciddi əməl edilməlidir. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Günəş Rızayeva, Space Xəbər, Cəllabad.